Xəvaricin məsələn xüsusiyyətləri var. Bunlar adətən zahirpərəst olarlar. Bəli. Yəni Quran ayələrini oxuyarlar, elə zahiri ilə kifayətlənərlər. Hadisələrə baxarlar, səthi analiz edərlər. Pərdənin arxasını görməzlər. Bəsirətsiz olanlar. Heç vaxt hədəfə doğru vurmazlar. Ya ifrat eləyərlər, ya təfrit eləyərlər. Və həmçinin əmr bimərufda şərt, şurut gözləməzlər. Qılıncı əl atarlar, sözlərini qəbul eləməyənləri başlarını kəsib qoyarlar yerə. Baxır bu şeylərin hamısını bugünün həmin o radikal vahabilərində müşahidə edirik. Ayələrə zahiri yanaşarlar, ayəni öz istədiyi kimi təfsir eləyər, o cümlədən müşriklər barəsində olan ayələri müsəlmanlara tətbiq eləyərlər. Eynilə xəvaric düşüncəsində olduğu kimi təvəssülü inkar eləyərlər, şəfaəti inkar eləyərlər, özləri ilə həm əqidə olmayanları küfrdə ittiham eləyərlər, günah eləyən şəxslərə küfür damğasını vurarlar. Bu və ya digər xüsusiyyətlər ki var, bugünün vahabilərində də görsənir. Məsələn, üzr istəyirəm, bir dənə nöqtəni deyim. Zahirən xəvaric hansı formada idi? Nəql olunur onların barəsində. İbn Abbas gedib onları görüb qayıtmışdı. Deyirdi ki, bunların alınları səccədən qabar bağlayır. Rəngləri solub oruç tutmaqdan. Dilləri gecə-gündüz zikirdir. Bunlar Quran hafizləridirlər. Gecə-gündüz Quran oxuyarlar. Baxın bugünün vahabilərinə. Məsələn, azan vaxtı hamıdan qabaq gedərlər namaza. Dükanlarını bağlayarlar. Güya hamıdan çox məsələn Quran oxuyarlar. Sanki hamıdan çox Quranla ünsiyyətdədirlər. Amma Əliyalın arvad uşağı öldürməyə gələndə bu təqvadan əsər əlamət qalmaz. Bu bir dənə nöqtədir ya. Əgər sənin təqvan varsa, niyə o Əliyalın uşaqları öldürərkən o təqva özünü göstərmir? Məgər Həzrəti Peyğəmbər salavatullah hansısa bir döyüşdə Əliyalın insanları qətlə yetirmişdi? Məgər hansısa döyüşdə Peyğəmbər salavatullah arvad uşağı qətlə yetirib? Hətta Peyğəmbər salavatullah əsirlərlə davranmağın qaydasına baxanda görürük ki, deyir, onlarla ədalətli rəftar edin. Əli əleyhissalama buyurduğu tövsiyələrin birində Həzrəti Peyğəmbər sallallahu buyurur ki, düşməninlə ədalətli rəftar elə. Əgər siz özünüzü əhl-i-sünnə adlandırırsınız, o zaman mütləqdir ki, özünüzü Peyğəmbərə bənzədəsiniz. Peyğəmbər heç bir yerdə arvad uşaq öldürməyib. Heç bir yerdə insanların evinə soxulub günahsız insanları qətlə yetirməyib. Ya siz öz əməllərinizi dəyişməlisiniz, ya adınızı dəyişməlisiniz. Bizim əhl-i-sünnə dünyasına, xüsusən bu vahabiyyətə dediyimiz söz budur. Heç bir yerdə Peyğəmbərdən bu işlər baş verməyib. Əfsuslar olsun ki, bugünün müsəlmanı